Elə bir ölkə var ki, yaxın gələcəkdə xəritədən tamamilə silinə bilər. Və ən qəribəsi bu müharibəyə görə yox, suya görədir. Bu ölkənin adı Tuvaludur. Sakit okeanın ortasında yerləşən bu kiçik ada dövləti dünyanın ən az tanınan ölkələrindən biridir. Amma yaxın illərdə hamı onu tanıya bilər. Çünki o yox olmaq üzrədir. Tuvaluda cəmi 10-12 min insan yaşayır. Paytaxtı Funafuti adlanır. Bu ölkənin ən maraqlı tərəfi isə onun hündürlüyüdür. Tuvalu demək olar ki, dəniz səviyyəsində yerləşir. Bəzi yerləri dəniz səviyyəsindən cəmi 2 metr hündürlükdədir. Dünya istiləşdikcə buzlaqlar əriyir və dəniz səviyyəsi qalxır. Bu isə Tuvalu üçün ölüm hökmü kimidir. Artıq bəzi ərazilər su altında qalmağa başlayıb. Yağış və fırtınalar zamanı küçələri su basır. İnsanlar evlərini tərk etməyə məcbur olur. Bəziləri artıq başqa ölkələrə köç etməyə başlayıb. Ən qəribəsi isə budur ki, Tuvalu hökuməti artıq gələcək üçün plan qurur. Onlar ölkəni rəqəmsal şəkildə saxlamaq istəyirlər. Yəni Tuvalu fiziki olaraq yox olsa belə internetdə mövcud olmağa davam edəcək. Bir düşünün. Bir gün doğulduğun, böyüdüyün, yaşadığın ölkə sadəcə yox olur. Nə müharibə, nə də başqa bir şey. Sadəcə su. Bəlkə də bu gələcəyin ilk belə hadisəsidir. Bəlkə də Tuvalu tək deyil və gələcəkdə başqa ölkələr də eyni taleyi yaşayacaq.